sağ tərəfinə topu vurub irəliləmək istəyirdi. Bynum driblingi davam etdirir. Joseph Allen 3 xallıq alındı. Pərdən istifadə etmədi. Malik Davis blok. Joseph Allen topu lövhəyə. Topu ələ keçirən istənilən basketbolçu üçlüyə atmaq iqtidarındadır və çox qüvvətli bir dank. Çox rahatdılar. Antonio. Və 2 üstə gələk 1. Bununla da saadət. Bir aksiyon filmini xatırladacaq. Əmin ola bilərsiniz bundan. Joseph Allen. Qalıb. Amma daha yaxşı müdafiə olunur. Bu məqamı qeyd etmək lazımdır. Bir NTD olacaq. Və Abşeron hesabda irəlidədir. Burada isə Zaur Quşanoviç rəqibə müdaxilə etmələri daha yaxşı olacaq. Və Azərbaycanın Jamal Brantley indi Taylor topladı. Fərənç qolunda. Taylor top ayaqla da dəydər orada. Komandası üçün. Kömək şartı alını. Öz üçlüyü yoxladı. Top səmətdə girdi çıxdı. Alın götürdü ribandı və bununla da bitirir. 2 qalla bitirir hücumu. Joseph Allen girdi səmət altına. Açın elədi. Dəqiq alınmır və ikinci cəhdə topu səmətdə. Çox önəmli, çox kritik bir hücum. 10 saniyə qaldı şut saatının sonuna. Jordan Perkins. Allen müdafiə edir onu. Perkins'e blok Allen'dən. Allen topu qazandı. Andre Ball, Forbes. Növbəti pərdə gəldi Andre Ball'dan. Blok Joseph Allen. Yazdırır. Jordan Forbes, Jared Bynum. İçəriyə doğru gözəl ötürmə və Joseph Allen. Topu içəriyə göndərdi Cəbrail Əkbərov. Joseph Allen bloklayır Cəbrail Əkbərov. Joseph Allen, Merlin Taylor, Nicat Məmmədli. Ulaş Turgut, Joseph Allen topu qazandı. Antonio Williams. Hücumda sərhədçilər. Vukicevic. 3 xallıq uğursuzdu. Hücum ribandı. Velkovic. Uzundan uzun ötürmə. Joseph Allen. Bu qədər də asan olmayacaq qarşıdakı turlarda. Joseph Allen. Stanford çıxışlı basketbolçudur və kollec karyerasında heç də pis statistikalar yaxalamayıb bu basketbolçu. Joseph Allen lövhənin köməyi ilə. Joseph Allen ortaya daxil oldu. Joseph Allen.